Birinci Dünya müharibəsindəki ağır itkiləri unutmayan Fransa hökuməti 1920-ci illərin sonlarında Almaniya tərəfdən gələcək təhlükələrin qarşısını almaq üçün müdafiə qurğusu tikmək qərarına gəldi. Hərbi nazir Andre Majinonun rəhbərlik etdiyi layihə elə onun soyadı ilə Majinon müdafiə xətti adlandırıldı. 1929-cu ildə inşasına başlanan xətt Lüksemburq sərhəddindən İsveçrəyə kimi uzanırdı. Müdafiə xətti müasir dövrün məzənnəsi ilə təxminən 9 milyard ABŞ dollarına başa gəlmişdi. Yüzlərlə kilometr uzanan bu xətt beton bürslər, yeraltı tunellər, ağır artilleriya məntəqələri ilə möhkəmləndirilmiş və yeraltı xəstəxana ilə təchiz olunmuşdu. Hərbi komandanlıq bunu ölkəni işğaldan qoruyacaq keçilməz səth hesab edirdi. 1940-cı ildə Alman qoşunlarının hücum xəbəri gələndə fransız əsgərləri istehkamların içində döyüşə hazır vəziyyətdə gözləyirdilər. Lakin gözlənilənin əksinə olaraq Almanlar Maginot xəttinin ön tərəfindən yox, fransızların keçilməz hesab etdikləri Ardenin sıx meşəlik ərazisindən xəttin arxa tərəfinə hücum etdilər. Səddin keçilməz sayılması Fransanın müdafiə planlarını tamamilə alt-üst etdi. Alman qoşunlarının sürətli irəliləyişi Maginot xəttini əhəmiyyətsiz etdi. Xəttin içindəki əsgərlər mühasirəyə düşməmək üçün mövqelərini tərk etməyə məcbur oldular. Beləcə, nəhəng müdafiə sistemi tarixin ən uğursuz strateji layihələrindən birinə çevrildi. Maginot xətti sonradan hərbi strategiyada çevikliyin sabit istehkamdan daha vacib olduğunu sübut etdi.